Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvanı da birləşdirəcəkdir. Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir. 24 News xəbər verir ki, bu barədə layihə rəhbəri Osman Bəsərək məlumat verib. Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars BTQ dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılmağı, bu marşrut Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək və beynəlxalq yük daşınmalarının yeni perspektivlər yaradacaqdır. Layihənin icrası beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur. Bəsərək vurğulayır ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttində alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşınmalarının müddətini 18 gündən 12 günə endirəcək. Onun sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcəkdir. Tiqor, Tuzluca, İlğır, Aralıq və Dilucu. Əlavə stansiyaların tikintisi ilə bağlı təkliflər hazırlanır. Hazırda əsas işlər İğdır şəhərində aparılır. Bildirilir ki, Qars-İğdır Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometrə yaxın olacaq. Tikinti üçün bir neçə baza qurulacaq. Onlardan biri artıq İğdır şəhərində inşa edilir. Burada işlər sürətlə davam edir və yekunlaşdırandan sonra dəmir yolu xəttinin tikintisinə start veriləcəkdir. O əlavə edir ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmışdır. 2 zolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır.